2024-cü ilin Lexus ES 300 hibridli çıxır auksiyona əziz dostlar. Maşın 2.5 motor hibriddir, 23 bin maşının yürüyüşü var. Gördüyünüz kimi 70 bin dirhəm start qiymətlə çıxır maşın auksiyona. Ön hissəsində maşının heç bir zədəsi yoxdur əziz dostlar. Maşının sağı zədəsiz. Bir dənə arxa buferində maşının zədəsi var. Gördüyünüz kimi buferin özü düzələcək. Bir də krılonun bu stopu lazım olacaq, şüşəsi qırılıbdır. Arxasında maşının digər bir zədəsi yoxdur. Bir dənə bufer təmir olunacaq əziz dostlar. Sol arxa krılosunda belə bir batığı var. Krılonun özü təmirə yararlıdır. 4 qapıda açarsız daxil olma var. Kör nöqtənin sensoru var maşında. Qara koca salon, yəni elektronik darl olması yaddaş paketi ilə. Gördüyünüz kimi 23 min mil maşının yürüyüşü var. Simsiz telefon şarjı, elektron əl əyləci, avto hold, head-up display əziz dostlar. Panorama lük mövcuddur. Maşının vinini göstərim. 1.24'lü vininə baxa bilərsiniz. Və maşının arxa interyeri çox səliqəlidir maşın. Heç bir ailə baqa açılmır. Kimsəsə əlaqə saxlasın. Gözəl qiymətə əziz dostlar bu maşını əldə edə bilərik.